Ekranlara yaxın əyləşin, sensasyon məlumatla qarşınızdayıq. İranın məşhur generalları İsrailə qaçıb. Bax, bu xəbərə cavab tapmaq üçün hər kəs videonu bəyənib paylaşsın və pəncərənin sağındakı üstəgəl düyməsinə toxunsun ki, daha çox insan xəbərdar olsun. İranın hərbi siyasi rəhbərliyində dərinləşən idarəetmə böhranı fonunda şok iddialar yayılıb. Sepahın hava kosmik qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi və əks kəşfiyyatın yüksək rütbəli zabiti Amadubul Argentin ölkəni tərk edərək İsrailə sığındığı bildirilir. Müsavat xəbər verir ki, müxalif mənbələr və İsrail mediası tərəfindən tirajlanan bu məlumat hələlik rəsmi Tehran tərəfindən təkzib olunmasa da, Musəvinin son günlər döyüş bölgələrində və komando məntəqələrində görünməməsi bu şübhələri bir qədər də artırıb. Məlumata görə 2025-ci ilin iyununda Əmir Əli Hadzadənin öldürülməsindən sonra bu vəzifəyə gətirilən Musəvinin qəfil yoxa çıxması Sepahın raket və dron bölmələrini mərkəzləşdirilmiş idarəetmədən tamamilə məhrum edib. İran International nəşri qeyd edir ki, Musəvi son günlər intensivləşən döyüşlər zamanı rəhbərlik elədiyi qüvvələri başlı başına qoymaqla və şəxsi heyət arasında fərarlı mühiti yaratmaqda ittiham olunur.